Ola bilməz ki, Ramiz Mehdiyevin oğlu atasının fəaliyyətindən xəbərsiz olsun. Onlar hamısı cəzalarını alacaqlar. Başqa cür ola bilməz. Bu sözləri Ameyanın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq təhsil naziri Misir Mərdanov Baku Post TV-yə müsahibəsində deyib. O, vaxtilə Ramiz Mehdiyevin vəzifəyə qoyduğu, dövlətin müxtəlif strukturlarına yerləşdirdiyi adamların da yaratdığı şəbəkənin də hazırda iş başında olduğunu və dövlət üçün təhdid yaratdığını bildirib. Misir Mərdanov istintaq zamanı dövlətə xəyanətlə bağlı bütün detalların araşdırılacağı və günahkarların ədalət məhkəməsi qarşısında cavab verəcəklərinə inandığını da vurğulayıb. O hesab edir ki, həm Milli Məclisdə, həm də dövlət orqanlarında Ramiz Mehdiyevin kadrları var və bu səbəbdən təmizlənmə işləri davam etdirilməlidir. Sabiq nazir hakimiyyətdə olduğu Ameya prezidenti işlədiyi illərdə Ramiz Mehdiyevin təhsilin inkişafında yaratdığı maneələrdən rayon təhsil şöbələri və universitetlərin rəhbərliyinə öz adamlarının yerləşdirilməsindən də bəhs edib. Misir Mərdanov qeyd edib ki, Ramiz Mehdiyev bütün fəaliyyəti boyu intriqalar yaratmaq, məmurları və elm adamlarını üz-üzə qoymaqla Azərbaycana böyük zərbələr vurub.